Sizlərə aid belə bir suala baxırıq. S11, yəni A1-dən A11-ə qədər olan ədədlərin cəmini göstərir. S9 isə A1-dən A9-a qədər olan ədədlərin cəmini göstərir və bunların fərqini bizə 34 verib. S8 də yenidən A1-dən A8-ə qədər olan ədədlərin cəmidir. A6 da A1-dən A6-ya qədər olan ədədlərin cəmini göstərir. Bizə də bu deməli fərqi 22 verib. Bizdən A9-u istəyir. Birinci ifadəyə baxsaq, A1-dən A9 olan hissələrin hamısı ixtisar gedəcək. Qalacaq A10 üzərinə gəlinsin A11. Bizə bu ifadəni 34 verib. Digərinə baxsaq, A1-dən A6-ya qədər olan hissələr gedəcək. Qalacaq A7 ilə A8-in cəmi. Bu da bizə 22 verir. Biz indi A9-u tapmalıyıq. Gəlin ona görə A10-u belə yazaq. A9 üzərinə gəlinsin D. A11-i yazaq. A9 üzərinə gəlinsin 2D. Bu cəm bizə 34 verir. Digərinə baxsaq, yazaq A9 çıxılsın 2D. Üzərinə gəlinsin A9 çıxılsın D. Bu da bizə 22 verir. İndi baxaq, bunu yazaq. 2A9 üzərinə gəlinsin 3D eləyir 34. Deməli 2A9 çıxılsın 3D eləyir 22. İndi bunları tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplasaq 3D'lər gedəcək. 4A9 eləyəcək 56. A9 da biz tapırıq 14. Deməli doğru cavabımız 14-dür.